Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli, təhqiramiz materiallar və fikirlər paylaşılır. Mətbuat Şurasının yaydığı bəyanatda vurğulanır ki, bu sivil jurnalistika prinsiplərinə, etik normalara, insani dəyərlərə tamamən ziddir. Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir. Azərbaycan Mətbuat Şurası bu kimi halları ölkəmizlə Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, media əlaqələrinə tamamən zidd hesab edir. Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib. Peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib. Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf, əsaslı narazılıq doğurur. Azərbaycan Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına, onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər, təhdid xarakterli iddialar yol verilməzdir. Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir. Belə ifadələrə yol verən şəxslər hüquqi məsuliyyət daşıyır.